Salam dəyərli abituriyentlər, mənim Haşim Tədris Mərkəzinin ingilis dili müəllimi Allahyarova Aygün. Bugün sizlərlə conditionals, yəni şərt budaq cümlələri haqqında məlumat verəcəyəm və bu məlumatdan sonra bütün buna aid olan testlərin hər birini səhvsiz işləyəcəksiniz. Buna əmin ola bilərsiniz. Conditionals, yəni şərt budaq cümlələrinə bəzən if clause da deyirlər. Bildiyimiz kimi if Azərbaycan dilində əgər mənasını verir və bir hərəkətin gerçəkləşə bilməsi üçün bir şərtin olması gərəkdiyini bildirən cümlə növlərinə deyilir. If clause'larda, yəni burada iki cümlədən ibarət olur. Baş cümlə və budaq cümlə. Baş cümlədə deməli şərti qeyd edir və artıq budaq cümlədə hərəkətin gerçəkləşəcəyini bildirən, deməli nədən bəhs edildiyini göstərən cümlələrdən istifadə olunur. Şərtli budaq cümlələri, ümumiyyətlə şərtli cümlələri qurarkən seçilən zamanlar cümlənin məqsədinə görə dəyişə bilir. Burada artıq müxtəlif zamanlardan istifadə edərək müxtəlif mənalar ifadə edəcəyik. Baxaq bu mənalara görə conditionallar, yəni şərt budaq cümlələri özləri 4 tipə bölünür. Zero conditional, first conditional, second conditional, third conditional. Baxaq sıfır, yəni conditional, belə deyək, sıfır şərt. Sıfır şərt dediyimiz və ya tip sıfır dediyimiz bu cümlə quruluşuna general trust deyirlər. Yəni burada ümumi doğrulardan bəhs olunur. Hər kəsin doğru olaraq qəbul etdiyi hadisələr deyərkən bu sıfır tipdən istifadə olunur. Burada present simple, yəni baş cümləmizdə present simple da olur, budaq cümləmizdə present simple da olur. Gördüyümüz kimi burada qeyd etmişəm. Deməli, present simple plus present simple. Düsturu baxsanız, burada hər birini görəcəksiniz. If you heat ice, it melts. Əgər sən buzu qızdırsan, o əriyəcək. Yəni, bu hər zaman belə olacaq. Bu general trust, yəni ümumi bir həqiqətdir. Keçək first conditional, yəni birinci şərt, tip 1-ə. Bu cümlə quruluşunda real və ya reallığa yaxın olan hadisələr üçün istifadə olunur. Bir hadisə gerçəkləşəcək və ya gerçəkləşməyəcək. Gerçəkləşmə ehtimalı varsa və ya yoxdursa, bu zaman first conditionaldan istifadə olunur. Deməli, burada hansı düsturdan istifadə olunur? First ifli cümlə olur present simple, digər cümlə olur will not plus verb. Yəni, present simple, future simple'dan istifadə olunur. Ifli cümlə olur present simple-da, digər cümlə olur future simple-da, gələcək sadə zamanda. If it rains, we will cancel the trip. Əgər yağış yağsa, biz səyahəti ləğv edəcəyik. Gördüyümüz kimi it rains, present simple-dır. Will cancel, future simple-dır. Keçək second conditional, yəni ikinci şərt budaq cümlələrinə. Bu tip ikinci tipdir. Burada gerçəkləşmə ehtimalı çox az olan və ya heç olmayan hadisələr üçün istifadə olunur. Daha çox bunlar xəyali durumlar üçün istifadə olunan cümlələr quruluşudur. Burada deməli ifli cümləmiz olur past simple, əsas cümləmiz main clause'umuz olur would plus verb. Would plus verb. Past simple bildirik keçmiş sadə zaman, feillər iki yerə bölünür. Qaydalı, qaydasız, regular, irregular verbs. Qaydaları idi qəbul edir, qaydasızlar kökündən dəyişir və would budaq cümlə, əsas cümləmizdə isə, baş cümləmizdə isə would plus verbdən istifadə edirik. If I won the lottery, I will travel a lot. Əgər mən loteriya utsaydım, çoxlu səyahət edərdim. Deməli, bunlar artıq gördüyünüz kimi xəyal qurur ki, əgər utsaydım, səyahət edərdim. Gördüyünüz kimi burada win feilinin keçmiş zaman formasıdır. Would travel'da would'dan sonra məsdər formalı feilimiz istifadə olunur. Və keçək dördüncü deməli tipimizə, third conditional dediyimiz üçüncü növ şərt. Burada necə olur? Bu third conditional dediyimiz unreal pastda deyirlər buna, əziz abituriyentlər. Yəni, artıq gerçəkləşməsi üçün gec olan durumlarda istifadə olunur. Peşmanlıqlarda istifadə olunur.
bir hadisə artıq keçmişdə yaşanıb və bitibsə, o hadisəyə qarşı peşmançılıq hissi varsa və ya dəyişdirilməsi mümkün olmayan bir ehtimal varsa və yaxud da belə deyək, tənqid ediləcək bir durum varsa, bu zaman third conditionaldan istifadə olunur. Burada third conditionalda deməli ifli cümləmiz, budaq cümləmiz olur. Past perfect, yəni keçmiş bitmiş zaman. Digər cümləmiz əsas main clause'umuz isə olur. Would have plus past participle. Past perfect necə yaranır? Past perfect bildiyimiz kimi həddən istifadə olunur və feilimiz participle to formada olur. Had plus participle to. Və digəri də təbii ki would have past participle-dan istifadə olunur. Yəni participle to-dan burada da eynən istifadə olunur. If you had studied, you would have passed the exam. Əgər oxusaydın, imtahandan keçərdin. Deməli ki, qarşımdakı insan imtahandan keçməyib və mən ona artıq tənqid bildirirəm. Onun peşman olduğunu, hansısa bir peşmanlıq hissini yaşadıram, soruşuram, belə deyək, onu tənqid edirəm, onu sorğuluyuram. Əgər oxumuş olsaydın, imtahandan keçərdin. Deməli, oxumamısan və imtahandan keçməmisən. Bu peşmançılığı bildirmək üçün, ifadə etmək üçün third conditionaldan istifadə olunur. Əziz abituriyentlər, çox qısa formada yazmışam ki, sürətli şəkildə öyrənib və səhvsiz şəkildə testlərinizi yazasınız. Və ümid edirəm ki, hər biriniz üçün faydalı olacaqdır. İmtahanda hər birinizə uğurlar.